Salam, hər vaxtınız xeyir olsun. Bugün üçbucaqlar mövzusundan üçbucaq bərabərsizliyi, üçbucağın perimetrinin suallarına baxırıq. Birinci sual ilə başlayaq. Şərtdə deyir ki, iki tərəfi 7,8 cm və 3,4 cm olan üçbucağın üçüncü tərəfinin ən böyük tam qiymətini tapın. Biz ilk öncə üçbucaq bərabərsizliyi haqqında məlumatlı olmalıyıq. Üçbucaq bərabərsizliyində bizə buranı A, buranı B, buranı C ilə adlandırsaq, biz iki tərəfinin fərqinin modulundan böyük olmalıdır üçüncü tərəf, cəmlərindən isə kiçik olmalıdır üçüncü tərəf. Bizə bir şərtdə İki tərəfi 7,8 cm və 3,4 cm olan üçbucaq verir. Deyir ki, üçüncü tərəfinin ala biləcəyi ən böyük tam qiymətini tapın. Buranı C ilə adlandırsaq, həmin bu düsturu bu misala tətbiq edək. A'mız şəkildən gördüyü kimi 7,8 çıxılsın B'miz 3,4 C kiçik olmalıdır bunların cəmindən. 7,8 üzərinə gəlsin 3,4. 7,8-dən 3,4 çıxanda 4,4. 7,8-in üzərinə 3,4 gəldiydi isə 11,2 edir. Bu aralığa düşən qiymətləri tapsaq, ədəd oxu üzərində göstərək. Sıfırı burada işarə etsək, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və 12. Deyir ki, C 4,4-dən böyük olmalıdır. 4,4 4 ilə 5 aralığına düşən bir qiymətdir. Hardasa buranı işarə etsək, 11,2 isə 11 ilə 12 aralığına düşən qiymətdir. Bu aralıqdakı ən böyük tam qiymətini ən böyük deyirsə, yəni söhbət sağ tərəfdən olan qiymətdən getməlidir. Sağ tərəfdən ən böyük qiymət bu aralıqda. Baxın, aralıq buradan bura qədərdir. Bu aralıqda ən böyük qiymət hansıdır? 11. Ona görə birinci sualda cavab A variantı. İkinci sual bununla eynidir. Keçirik üçüncü suala. İndi isə üçüncü suala baxaq. Üçüncü sualda deyir ki, körbucaqlı üçbucağın A, B və C tərəflərini müqayisə edin. İlk öncə şəkli dəftərimizə çəkək. Buranı A, buranı C, buranı B verir. Buranı bizə 2 alfa, buranı isə alfa verir. Şərtdə deyir ki, körbucaqlı üçbucağın. Körbucaqlı üçbucaqda biz bilirik ki, körbucaqlı üçbucaq 90 dərəcədən böyük olmalıdır. 90 dərəcədən böyük istənilən bir bucaq götürək. Məsələn, 91 götürək. Siz istəyirsiniz 92, 93, nə istəyirsiniz götürün. Mən 91 götürdüm. 180-ə qədər istənilən aralıqda o bucağı götürə bilərsiniz. Çünki niyə? Körbucaqlı üçbucaq 90-dan 180 aralığında yerləşməlidir. 90-180 aralığında mən 91 götürdüm. Siz istəyirsiniz 179 götürün. Fərqi yoxdur. Biz bilirik ki, üçbucağın daxili bucaqlarının cəmi 360 dərəcə olmalıdır. Yəni, alfa üstə gəlsin 2 alfa, üzərinə gəlinsin 91 dərəcə, bərabər olmalıdır 180 dərəcə. Alfa üzərinə 2 alfa gəldikdə 3 alfa, üzərinə gəlinsin 91 dərəcə, bərabərdir 180 dərəcə. 3 alfa bərabərdir 180. 91-i bərabərliyin sağ tərəfinə atsaq, 91 işarəsinin burada müsbət olduğu üçün əksinə dəyişəcək. Olacaq 180 çıxılsın 91. 3 alfa bərabərdir. 180-dən 91 dərəcəni çıxdıqda 89 dərəcə edir. Buradan da alfanı tapmaq üçün 89-u 3-ə bölmək lazımdır. 8-in içərisində 3. 2 dəfə 2-ni 3-ə vurduq. 6, 8-dən 6 çıxdıq. 2, 9-u indirsək aşağı. 29-un içərisində 3, 7 yox. 9 dəfə 9-u 3-ə 27. Buradan da 2. Buradan vergül indirsək.
Burası 0 yazsa 20 içerisinde 3, 6 defa 6 vurulsun. 3, 18, burada 2. Bundan sonrası dövr edir. Bizə bu lazım deyil. Buranı təqribi götürdük ki, alfamız nə qədərdir? 29 tam onda 6. Mən indi 91 götürdüyüm üçün yaxşı bölünmədi. Siz başqa rəqəm götürsəz rahat bir şəkildə bölə bilərsiniz. İndi bizim alfamız 29 tam onda 6-dırsa, bura 29 tam onda 6. 2 alfamız onda, 2 alfamız bərabər olacaq. 2 vurulsun alfa deməkdir. 2 vurulsun 29 tam onda 6. Bunu vuraq 2-ni 6-ya vuranda 12 bir yadda, 2-ni 9-a vuranda 18 bir yadda, 19 yenə bir yadda, 2-ni 2-yə 4 bir də yadda 5 olur 59 tam onda 2. Bu hissədə 59 tam onda 2-dir. Deməli bizə tərəfləri müqayisə etdik. Biz bilirik ki, böyük bucaq qarşısında böyük tərəf dayanmalıdır, kiçik bucaq qarşısında isə kiçik tərəf dayanmalıdır. Burada baxırıq, ən böyük dərəcə bunların arasında hansıdır? 91. 91-in qarşısındakı tərəf nədir? S. Deməli, ən böyük tərəfimiz S-dir. Daha sonra gəlir 59,2. Onun qarşısındakı hansı tərəfdir? B. Daha sonra ən kiçiyimiz 29,6. Onun qarşısındakı hansı tərəfdir? A tərəfi. Deməli, ən böyük tərəfimiz C, sonra B, sonra A. Ən kiçiyimiz A-dır. Ən kiçiyimiz A-dır, ən böyüyümüz C-dir. Üçüncü sualda B variantı. İndi baxırıq 4-cü sual bununla eynidir. Baxırıq 5-ci suala. 5-ci sualda deyir ki, üçbucağın iki tərəfinin uzunluğu 2 cm və 5 cm-dir. Üçbucağın perimetri üçün hansı münasibət doğrudur? Baxın, yenə üçbucaq bərabərsizliyidir. Üçbucağımızı çəkirik. Üçbucağın iki tərəfinin uzunluğu 2 və 5 cm-dir. Az öncə izah etdiyim kimi C tərəfini üçüncü tərəfin qiymətləndirməliyik. Bizə üçbucaq haqqında bir şərt deyilməyib deyə bunu ixtiyari üçbucaq olaraq adlandırsa, ixtiyari üçbucaqda biz dedik ki, tərəflərin fərqinin modulundan böyük, cəmindən isə kiçik olmalıdır. 2-dən 5 çıxdıqda -3 modulda olduğu üçün müsbət 3 çıxacaq. 3 C 2 üzərinə 5 gəldikdə 7. Deməli, C'miz 3 və 7 aralığında olmalıdır. Biz bilirik ki, perimetr tapanda həmin tərəflərin cəmini tapmalıyıq. 2 üzərinə 5 üzərinə gəlsin. Sərhəd nöqtələrini qoysaq 3. Digəri isə 2 üzərinə gəlinsin 5, üzərinə gəlinsin 7. Bu deyir 2 üzərinə 5 gəldi 7, 7 üzərinə 3 gəlsə 10. Deməli, perimetrimiz 10-dan böyük. 2 üzərinə 5, 7, 7 üzərinə 7 gəldikdə 14. Deməli, 10 və 14 aralığında yerləşməlidir. 5-ci sual Y variantı. 6-cı sual eynidir. Baxırıq 7-ci suala. 7-ci sual. 7-ci sualda deyir ki, üçbucağın tərəflərinin uzunluqları nisbəti 5-in 4-ün 3-ə kimidir. Bu üçbucağın perimetri 48 cm olarsa onun kiçik tərəfini tapır. Biz bilirik ki, nisbət görəndə biz onu K ilə işarələyirik. Bizə nə deyir? 5-in 4-ün 3-ə nisbəti yazaq. Deməli, bu hətta sizə şəkillə göstərim. Deməli, 5K bu hissədir. 4K digər hissə isə o zaman 3K olmuş olacaq. Üçbucağın perimetri 48 cm. Üçbucağın perimetri nə dedi? 3 tərəfinin cəmidir. Perimetr bərabərdir 5K üzərinə gəlsin 4K üzərinə gəlsin 3K. Neçəyə bərabər olmalıdır? 48-ə. K'ları toplasa 5 üzərinə 4, 9, 9 üzərinə 3, 12K bərabərdir 48 olarsa, onda K'mız 48'i 12'ye bölsək 4 etmiş olacaq. O zaman tərəfləri tapsa 5K'da bu vurulsun deməkdir. 5'i 4'e vurduqda 20, 4'ü 4'e vurduqda 16, 3'ü 4'e vurduqda isə 12 etmiş olacaq. Bizə şərtdə kiçik tərəfi tap deyirdi.
Tərəflərimiz 20, 12, 16-dır. Ən kiçiyini soruşduğu üçün cavab 12. 12 D variantı. 8-ci sual eynisidir. İndi baxırıq 9-cu suala. 9-cu sualdakı şəkli dəftərinizə çəkək. Deməli, buranı A, buranı B, buranı C, buranı X, buranı isə D verib. Bizə şərtdə deyir ki, AB tərəfi 2 cm, AB tərəfi 2, BC 3, AD 4 olarsa, X-in ala biləcəyi tam qiymətlərin cəmini tapın. Uşaqlar, şəklə baxanda görürük ki, burada 3 dənə deyirəm, daha doğrusu 2 dənə üçbucaq əmələ gəlib. Hər iki üçbucaq üçün üçbucaq bərabərsizliyini yazaq. Üçbucaq üçün bir şərt verilmədiyi üçün yenidən biz bunu ixtiyari üçbucaq olaraq qəbul edirik. İxtiyari üçbucaqda üçüncü tərəfi üçün nə demişdik? Bizə başqa haranlısa vermişdi. A, B, C-ni 3 verib, AD-ni 4, CD-ni də 6. Buranı bizə CD-yə 6 yazmağı unutmuşam. Deməli, bu üçbucaq üçün üçbucaq bərabərsizliyini yazaq. Dedik ki, X böyük olmalıdır. Tərəflərin iki tərəfin modulundan, cəmlərindən isə kiçik olmalıdır. 2-dən 3 çıxdıqda -1, amma modulda olduğu üçün mənfi ədəddə müsbət çıxır. X 2 üzərinə 3 gəldikdə 5. Bu aralığa hansı qiymətlər üçün? Bunun mənası 1-dən böyük 5-dən kiçik olsun deyir. 1-dən böyük 5-dən kiçik hansı ədədlər var? 2, 3 və 4. Bu üçbucaq üçün yazıq. İndi keçək aşağıdakı üçbucaq üçün. Aşağıdakı üçbucaqçının yenə bu üçüncü tərəfdir. Böyük olmalıdır. Bunların fərqinin modulundan kiçik olmalıdır. Cəmlərindən. 4-dən 6 çıxdıqda -2, -2-dən modulda müsbət 2 çıxır. X 4 üzərinə 6 gəldikdə 10. 2-dən böyük, ondan kiçik hansı rəqəmlər var? 3, 4, 5, 6, 7, 8, 9. Bizə deyir ki, artıq 2 dənə aralığımız var. Bunların kəsişməsini götürəcək. Hər ikisində olanlar hansı rəqəmlər var? 2, 3, 4 burada, 3-dən 9-a qədər burada. Hər ikisində ortaq olanlar 3 və 4-dür. Deməli, X-in ala biləcəyi tam qiymətlərin cəmi 3 ilə 4-ün cəm deyirsə toplayırıq 7. Deməli, cavab Y variantı. Bu belə. 10-cu sual bununla eynidir. Keçirik 11-ci suala. Deməli, 11-ci suala baxırıq. 11-ci sualda bizə şərt verib, bir aralıq verilib. Bu ifadənin sadələşdirilməsi deyilir. Deməli, ilk öncə şəkli çəkək. Buranı bizə beta, digərini gamma, hissəni alfa verib. Buranı C, B və A tərəflər. Bizə özü şərtdə deyir ki, alfa betadan böyükdür, beta da gammadır. Bu aralıq yazaq. Bizə sadələşdir deyir. A çıxılsın C modulda, üzərinə gəlsin C çıxılsın, B çıxılsın, B çıxılsın A modulda. Deməli, baxın, biz dedik ki, nə dedik? Alfa bizə bucaqların müqayisəsini verib. Deməli, ən böyük bucağımız A-dır. Biz az öncə təkrar etdik ki, üç bucaqda böyük tərəf qarşısında böyük bucaq dayanır, kiçik tərəf qarşısında isə kiçik bucaq dayanır. Burada ən böyük bucağımız nədir? Alfa. Alfanın qarşısındakı tərəf nədir? A. Deməli, A tərəfimiz ən böyüyümüz olacaq. Betanın qarşısındakı tərəf B-dir. Daha sonra gammanın qarşısında isə C tərəfi. Buna uyğun bu aralığı yazdıq. Deməli, A'mız ən böyük ədəddir, B'miz, C'miz. İndi tutaq ki, hətta çaşırsınızsa qiymət qoyun. Bir dənə böyük A'ya böyük ədəd qoyun. Məsələn, olsun 5. B'yə 5-dən kiçik bir ədəd olsun 4. C'miz də kiçik olsun 3. Bu aralığı bu ədədlər ödəyir. İndi bax, A'dan çıxılsın C-dir. A'mız 5-dir, C'miz 3-dür. 5-dən 3 çıxanda modulumuz mənfi eləyir, müsbət eləyir. 5-dən 3 çıxanda müsbət 2 alınır.
Deməli, bu modulumuz müsbət. C-dən B çıxanda C-miz 3-dür, B-miz 4-dür. 3-dən 4 çıxanda, kiçik ədəddən böyük ədəd çıxanda mənfi alınır. Bu hissə mənfi, B-dən A çıxanda 4-dən 5 çıxsaq, yenə kiçik ədəddən böyük ədəd çıxanda mənfi. Deməli, biz modulun qaydasını bilməliyik. Əgər modulumuz müsbətdirsə, modulu açsaq, içəri olduğu kimi çölə çıxır. İndi baxın, modulumuz mənfidir. Biz demişdik, modul mənfidirsə, biz içəridəki hər bir həddin işarəsi əksinə çıxartmalıyıq. C-nin qarşısına heç bir işarə yazılmayıbsa müsbət deməkdir. Amma mənfiyə görə onu mənfi C şəklində çıxarırıq. B-nin işarəsi mənfidir. Mənfiyə görə dəyişirik. Olur müsbət B. Çıxılsın. Buranı indi mötərizədə yazacağım. Soruşa bilərsiniz ki, niyə? Çünki mötərizənin qarşısında mənfi varsa işlər biraz dəyişir. B-miz bu hissənin mənfi olduğunu bildik. Mənfi isə modulumuz dedik ki, işarələr hamısının əksi istiqamətində çıxır. B-nin heç bir işarə yazılmayıbsa müsbət deməkdir, amma çıxır mənfi. A-mız mənfidir, olacaq müsbət. Bərabərdir. Bu hissənin olduğu kimi köçürürük. A üstə gəlsin, çıxılsın C, üstə gəlsin B. İndi gəldik bura. Əgər mötərizənin qarşısında mənfi işarəsi varsa, içəridəki hər bir həddin işarəsi yenə əksinə dəyişir. Üstəgəl olsa heç nə fərqi yoxdur. Amma mənfiyə görə işlər dəyişir. Mənfidir, baxın, mənfi B. İşarəsi dəyişəcək, olacaq müsbət B. Müsbət A-dır, işarəsi dəyişəcək, olacaq mənfi A. İndi isə baxırıq. A çıxılsın A. A-lar islah gedir. A-dan A-nı çıxanda 0 edir. Müsbət isə mənfisə eyni bir ifadənin biri mənfi, biri müsbət olarsa onlar da islah gedir. Yerdə nə qalır? B üstə gəl B. Artıq bunlar üstəgəl işarəsi də islah gedə bilməzlər. B-nin üzərinə B gəldikdə 2B edir. Burada deməli uşaqlar çox elementar bir səhvləmişik. Deyirik modulumuzun içi müsbət eləyir, bayra olduğu kimi çıxmalıdır da. Olduğu kimi A çıxılsın C şəklindədir. Biz üstəgəl yazmışıq. Kiçik bir elementar səhvimiz var. Burada yəni A çıxılsın C olduğu üçün burada da A çıxılsın C olmalıdır. Burada da avtomatik olaraq çıxılsın olmalıdır. Çıx C nə eləyir? Çıx. Əmsallarına baxırıq da. Bura 1, bura 1. Mənfi 1 çıxılsın 1, mənfi 2 edir, o da C. Deməli 2B çıxılsın 2C şəklində. A variantı. 12-ci sual bununla eynidir. Deməli indi baxırıq 13-cü suala. 13-cü sualda deyir ABC tərəfləri bu işarəti verir. Bu üçbucağın perimetrini tapmağı deyil. 13-cü sualı şərti köçürək. A üstə gəlsin, B çıxılsın 13, üstə gəlsin B üstə gəlsin, C çıxılsın 14, üstə gəlsin A, üstə gəlsin C çıxılsın 15, kiçik olmalıdır 0-dan. Şərtini ödəyərsə bu üçbucağın perimetrini tapın. Perimetr bərabərdir sual. Deməli, baxın, bu sual birinci çətin görsənə bilər, amma çox asan sualdır. Deməli, bizə nə deyir? 0-dan kiçik olmalıdır bu hissə. 0-dan kiçik olmalıdırsa, 0-dan kiçik mənfi deməkdir. Mənfi. Mənfi deyirsə, bu modulların hər birinin içi mənfidir ki, mənfi ədədləri toplayanda cavab mənfi alınıb. Deməli, biz dedik, modulun içi əgər mənfidirsə, hər bir hədd öz işarəsi əksinə çıxır. A-nın qarşısında heç bir işarə yazılmayıbsa, müsbət deməkdir, olur mənfi. Müsbət də olur mənfi, mənfi də olur müsbət. Üstə gəl, yox. B-miz müsbətdir deyə olur mənfi, mənfi olur müsbət. A-mız müsbət də olur mənfi, müsbət də olur mənfi, mənfi də olur müsbət, kiçikdir 0-dan. Mənfi A çıx A edir mənfi 2A, mənfi B çıx B, mənfi 2B, mənfi C çıx C, mənfi 2C, 13 üstəyənsin 14, 27, 27-nin üzərinə 15 gələndə 42, üzərinə gəlsin 42, kiçik olmalıdır 0-dan. Mənfi 2A çıx 2B çıxılsın 2C, 42-ni bərabərsizliyin sağ tərəfinə atsa müsbətdir deyə işarə mənfi 42 olaraq dəyişəcək. Hər
3-də 2 ortaq olduğu üçün, hətta -2, -2-ni ortaq vuruq kimi çıxarsaq, içəridə qalır A. Mənfini çıxarmışıq da içəri. Biz içəridə çox uşaq neyi səhv eləyir? Götürür içəridə mənfi yazır. Amma yox, müsbət olmalıdır ki, mənfini müsbətə vuranda mənfi edir. Ona görə burada B, üstə gəlsin C, kiçik olmalıdır -42-dən. Deməli uşaqlar, üçbucağın perimetri ilə içəridə alındı. Baxın, A üstə gəl, B üstə gəlsin, C biz dedik ki, perimetr tapanda 3 tərəfin cəmi. Deməli, A üstə gəlsin, B üstə gəlsin, C mənfiyə bölürük deyə bərabərsizliyin işarəsi əksinə dəyişir. 42, -42 bölünsün 2 edir 21. Cavab deməli nədir? 21. 14-cü sual bununla eynidir. Mən indi 15-ci suala baxıram. 15-ci sualda deyir, bərabər yanlı üçbucağın iki tərəfinə görə uyğunluğu müəyyən etdir. Deməli, bərabər yanlı üçbucaq deyirsə, bərabər yanlı üçbucaqda bu tərəflər bir-birinə bərabər olmalıdır. Biri 8 veribsə buranı, onda digər tərəf 17 olmalıdır. Bura 8 ise bura 8 olmalıdır. Onda bu üçbucağın perimetri 8 üzerine 8 geldiğinde 16, 16 üzerine 17 geldiğinde edir 33. Baxırıq burada 33 yoxdur. Deməli bu şərtə baxmırıq. Digər hala baxırıq. Əgər indi bu tərəfi 17 olsa, onda bu tərəfi 8 olur. Bərabər yanlı dediyi üçün yanlar bərabər olmalıdır. Bura 17 isə burada 17 olmalıdır. Onda bu üçbucağın perimetri edəcək 17 üzərinə 17, 34, 34-ün də üzərinə 8 gələndə 42. Baxırıq birinci hala B ödənir. Keçirik ikinci hal. İkinci halda deyir ki 3 və 9 olar. Onda buranı 3 götürsək, burada 3 olur, burada 9. Onda bu üçbucağın perimetri nə qədər olur? 3 üstə gəlir 3, 6, 9-un üstünə 6 gələndə 15. Baxırıq ki, bu hal yoxdur. Keçirik digər hala. Digər halda deməli onda buranı 9 götürsək, onda bura 3 olur, burada 9. 9-un üzərinə 9, 18 üzərinə 3 gəlinsə 21. 21 deməli 2-yə C uyğundur. İndi üçüncü hala baxırıq. Üçüncü halda deməli buranı 6, buranı 14 götürsək, onda avtomatik olaraq burada 6 olur. Baxırıq A oturacaq 6 cm. Bu şəkildə belə çevirib baxsa oturacaq 6 cm olur. Deməli 3-ə həm A gedir. İndi perimetrini tapsa 6 üzərinə 6, 12, 12 üzərinə 14 gələndə 26. 26 olan yoxdur. Ona görə digər hala baxırıq. Bura 14 olsa bura 6 olur. Bərabər yanlı dediyi üçün burada 14. 14 üstə 14. 28. 28-in də üzərinə 6 gələndə perimetrimiz 34 olmuş olur. Perimetrimiz 34 Y variantı. Deməli 1-ə B, 2-yə C, 3-ə A, Y ödənir. Keçirik 16-cı suala. 16-cı sualda yenə üçbucaq bərabərsizliyidir. Deyir, x-in ala biləcəyi ən böyük tam qiyməti tapın. O şəkli yenidən çəkək dəftərə. Deməli, buranı 7, buranı 10, buranı isə x üstə gəlsin 3 verib. Biz dedik ki, üçüncü tərəf bunların modullarının fərqindən böyük olmalıdır. Cəmlərindən isə kiçik. 7-dən 10 çıxanda -3, modulda deyilən müsbət 3 çıxdı. X üstə gəlsin 3, 10 üzərinə 7 gələndə 17. Bərabərsizliyin müxtəlif həlli var. İstəsək hissə parçalayıb da yaza bilərik. Başqa cür də yaza bilərik. Gəlin biz hissə parçalayaq. Deməli birinci bu tərəfə baxırıq. X üstə gəlsin 3. Kiçik olmalıdır 17-dən. O zaman x kiçikdir. 3'ü digər tərəfə atsaq, müsbətdir, mənfi olacaq. 17 çıxılsın 3 olacaq 14. İndi bir də bu hala baxaq, bu hissəyə. X də gəl 3 böyük olmalıdır 3-dən. Onda x da böyükdür. 3'ü digər tərəfə atsa işarəsi mənfi olaraq dəyişəcək. 3-dən 3 çıxanda 0. Bizdə deyir ki, ən böyük qiyməti 0-dan böyük 14-dən kiçik. 0-dan böyük 14-dən kiçik.
Sıfırdan böyük olsa 14'dən kiçik. Bu aralıqda ən böyük tam qiymət təbii ki 13 olmuş olacaq. Ona görə 16-cı sualda cavab 13. 17-ci sual bununla eynidir. Deməli 18-ci suala baxırıq. 18-ci sualda bizə birinci şəkli çəkək. Buranı x çıxılsın 1, buranı 2x, buranı isə x üstə gəlsin 4 verir. Deyir, üçbucağın perimetri 21-dən kiçikdirsə, x-i mümkün olan natural qiymətlərin cəmini tap, cavabınızı izah edin. 21-dən kiçikdə perimetrin cəminin, biz perimetri necə tapırdıq? 3 tərəfin cəmi idi. x çıxılsın 1, üzərinə gəlsin 2x, üzərinə gəlsin x üstə gəlsin 4. Bizə özü şərtdə deyir ki, 21-dən kiçikdir. Kiçikdir 21. İndi x-in üzərinə 2x gəldi. 3x üstünə də x gəldi. Edir 4x. -1 üstə gəlsin 4 edir. Üstə gəldi 3. Kiçik olmalıdır 21-dən. 4x 3'ü digər tərəfə atsa, 21-dən 3 çıxsaq 18. Onda x da buradan edir. 18'i 4'ə bölsək, kənarda bölək. 4 dəfə 16, 2, 20'nin də içində 4, 5 dəfə. Bu da etdi 20. Deməli, x-imiz 4,5-dən kiçik ədəddir. 4,5-dən kiçik natural qiymətlərdir. Natural qiymətlər deyirsə, natural ədədlər hansılardır? 4,5-dən kiçik. Baxın, bu 0, bu 1, bu 2, bu 3, bu 4, bu 5. 4,5 bu aralıqda yerləşir. 4,5-dən kiçik natural ədədlər hansılardır? 4, 3, 2, 1. Bizə deyir ki, bu qiymətlərin natural x-in mümkün olan natural qiymətlərin cəmini tap. Deməli 4, 3, 2, 1-dir. Amma burada bir dənə hala diqqət yetirmək lazımdır. 1'i gətirib x-in yerinə qoysam, 1-dən 1 çıxanda cavab nədir? 0. Tərəf 0 ola bilər? Xeyr. Ona görə 1-in üzərinə xətt çəkirik. Yerdə nə qaldı? 2, 3, 4. Bunların da cəmi 9 edir. İndi deməli baxırıq 19-cu sual bununla eynidir. Baxırıq 20-ci suala. 20-ci sualda deyir ki, eyni sabit uzunluqda olan düzxətli su kanalının bir tərəfində A və B nöqtələrində, yəni iki gözətçi məntəqəsi, digər tərəfində, yəni C nöqtəsində isə bir gözətçi məntəqəsi mövcuddur. A və C arasındakı məsafə 20, B və C arasındakı məsafə 24 olarsa 24 metrdir. A və B məntəqələri arasındakı məsafənin tam ədəd olduğunu bilərək AB məsafəsinin ən böyük qiymətini tapın. Deməli, bu şəkli çəkək burada. Bura A məntəqəsidir, bura B məntəqəsidir, bura C. Deyir ki, su kanalının bir tərəfində iki gözətçi məntəqəsi, digər tərəfində isə bir gözətçi məntəqəsi bu mövcuddur. A və C arasındakı məsafə, A və C arasındakı məsafə 20, B və C arasındakı məsafə 24 metrdir. A və B məntəqələri arasındakı məsafənin tam ədəd olduğunu bilərək AB məsafəsinin ən böyük qiymətini tapın. Yenə üçbucaq bərabərsizliyidir. Bura bu şəkli tərsinə baxsaq, bura oturacaqdır da, düzdür AB tərəfi. Biz də oturacaq üçün az neçənci sualda artıq eyni halı yazırıq. Fərqinin modulundan böyük, 20-dən 24 çıxır. Bu fərqin modulundan böyük, cəmindən isə kiçik olmalıdır. 20-dən 24 çıxanda -4 modulda da deyən müsbət çıxır. C 20 üzərinə 24 gələndə 44. 4 ilə 44 aralığındakı ədədlər 5, 6, 7 və s. ta ki 43-ə qədərdir. Yəni 44-dən kiçik ən sonuncu ədəd 43-dür. Bizə deyir ki, ən böyük qiymət nə olacaq? 43. 20-ci sualla 21-ci sual eynidir. Artıq deməli 22-ci suala baxırıq. 22-ci sualda deyir ki, şəkli çəkək. A, B, C.
A tərəfi, B tərəfi və C tərəfi. Deyir ABC üçbucağında AB 8-dir. AB 8, BC 14 və deyir ki, bucaq B böyükdür bucaq A-dır. Yəni bucaq B, bax bura bucaq B olsun, burada bucaq A. Deyir bu bucaq bu bucaqdan böyükdür. Deyir ki, AC tərəfinin ala biləcəyi ən böyük və ən kiçik tam qiymətlərin cəmini tap. Deməli, nə edirik burada? Biz bilirik ki, böyük tərəf qarşısında böyük tərəf dayanmalıdır, kiçik tərəf qarşısında. Deməli, 22-ci suala baxırıq. 22-ci sualın şəklini çəkək. Deməli, bu tərəf A, bu tərəf B, bu tərəf C. Bizə şərtdə deyir ki, AB 8-dir, BC 14-dür və bucaq B, bucaq A-dan böyük olmalıdır. Yəni, buradakı bucaq, buranı B, buradakı A bucaqdır. Bucaq B, bucaq A-dan böyükdür. Bu deyir ki, AC tərəfinə ala biləcək ən böyük və ən kiçik tam qiymətlərin cəmini tap. İndi baxın. Biz üçbucaq bərabərliyində bura oturacaqsı adlandırsaq, dedik ki, onların fərqinin modulundan böyük, cəmlərindən isə kiçik olmalıdır. 8-dən 14 çıxanda etdə 6, deməli 6-dan böyük olmalıdır. Mənfi 6, mənfi 6-dan müsbət 6 çıxdı. 8-in üstünə 14 gələndə 22. Burada bu aralıqda ən böyük hansı qiymət alacaq? 6-dan 22-yə qədər aralığında ən böyük ədəd 21-dir. 21 ində ən kiçiyini tapırıq. Bizə bu şərti boşu-boşuna verməyib. Bucaq B, bucaq A-dan böyükdür. İndi baxın. Biz demişdik ki, böyük bucaq qarşısında böyük tərəf, kiçik tərəf qarşısında kiçik tərəf dayanmalıdır. Əgər B A-dan böyükdür də, onda buradakından da böyük olmalıdır. Çünki niyə deyir? B böyükdür A-dan. A-nın qarşısındakı 14-sə, onda B A-dan böyüksə, onda burada 14-dən böyük, ən böyüyü neçə olacaq? 15. Deməli, 15 ilə 21. Bunların cəmini tapsaq, 6 və 3. Deməli, bu cavabda edir 36. 23-cü sualda bununla eynidir. Onu da siz özünüz işləyərsiniz.